7 iyul qəbul sualı 52-ci suala baxaq. 180 dərəcə meridian üzərində olan məntəqələrdən A məntəqəsi 37 dərəcə cənub enliyində, B məntəqəsi 43 dərəcə şimal enliyində yerləşir. Baş miqyas 1 sm-də 200 km olan xəritədə bu məntəqələr arasındakı məsafə 45 sm olarsa təhrifi hesablayın. Biz bilirik ki, təhrifi hesablayan zaman baş miqyasla xüsusi miqyas hesablayıb onlar arasındakı fərqi tapmaq lazımdır. Verilən məntəqələrimizdən A 37 cənub, B 43 şimal enliyində yerləşir. Yəni biri şimalda və biri cənubda yerləşdiyinə görə bunlar arasındakı dərəcə fərqini tapan zaman toplayırıq. Yəni 37-nin üzərinə 43 gəlirik və 80 dərəcə fərq olduğunu tapırıq. Həmin bu 80 dərəcəni məsafəyə çevirən zaman isə onu 111-ə vururuq. Yəni 80 vurulmuş 111 bərabərdir 8880 km. Baş miqyası tapan zaman isə 1 sm 200 km verir və bu məntəqələr arasındakı məsafə 45 sm verir. Bu zaman 200-ü 45-ə vururuq və 9000 kilometr olduğunu tapırıq. Təhrifi bizdən istəyir. Təhrifi tapan zaman bunlar arasındakı fərqi tapırıq. Yəni 9000 kilometrdən 8880 kilometrə çıxırıq və cavabımızı 120 kilometr olduğunu tapırıq. Yəni təhrif 120 kilometrdir. A variantı.